Merhabalar, xoş gördük sizləri. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəcə Rəsulova. Bu günlərim sizə kurikulumla bağlı düşən suallarla bağlı qısa bir izah vermək istəyirəm. Az öncə müəlliməmizə zəng eləmişəm və 55 bal yığıb. Başlayalım gəlin sualımıza. Birinci sualımız belə olub ki, hansı formativ qiymətləndirməyə aid deyil? Formativ qiymətləndirmə bilirsiniz ki, bizdə şagirdi inkişaf etdirən, şagirdin inkişafı aparan, olduğu yerdən olmalı yerə aparan qiymətləndirmədir. Yəni, bununla bağlı bir sual düşüb. Formativin növlərində bilirsiniz ki, özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, işıq for, 3-2-1 bura aid edə bilərdik. İkinci bir sualımız isə deyir ki, taksonomiya ilə bağlı bir sualımız bu düşüb ki, müəllim şagirdə mövzuya aid tapşırıq verir və deyir ki, bundan istifadə edib fərqli bir oyun qur. Tətbiq etməyə oxşuyur, amma artıq tamamilə yeni bir yanaşma ortaya qoyuruqsa müəllimlər, bu sualımızın cavabı yaratmaq mərhələsinə aid olacaqdır. İnteqrasiya ilə bağlı olan sualımızda isə deyib ki, məktəb binasına günəş şüaları düşür və bu binanı günəş şüalarından qorumaq üçün panel hazırlamaq lazımdır. Panelin də ölçülərini verir, deyir, indi bunu düzəlt. Burada hansı inteqrasiya var? Demək müəllimlər, bizdə günəş şüası, enerji, bununla bağlı, bu şurfa ilə də bağlı ola bilər, fizika ilə də bağlı ola bilər. Amma fən riyaziyyatda olur fən arası inteqrasiya. Həmçindəki düzəltmək lazımdır. Artıq şagirddə deyir, hansı inteqrasiya formalaşacaq? Bu da olur bizdə fən üstü inteqrasiya. Çünki artıq olandan sonra olan istəmişdi bu sualımızda. Fən üstü və fən arası inteqrasiya idi. İkinci növbəti bir sualımızda şagird davranışından bağlı sual düşübdü və bir sualımızın birində şagird mərkəzi təlimlə bağlı sual düşüb ki, hansı şagird mərkəzliyə aid deyil? Dünənlərim elə bununla bağlı izah çəkmişdim. Deyirdik ki, şagirdlərdə rəqabət olmasın, uşağa önəm verilsin, dərs interaktiv olsun, düzdürmü? Bununla bağlı bir sual olub müəllimlər və burada bizdə, yəni buna aid olmayan istəyir. Sualımızın birində isə deyir ki, layihə işi hazırlamaq lazımdır, uşaqlar qrup işində işləyir, şagirdin biri yorulub, müəllim də görür ki, o qrup axırda öz işini çatdırır uşaqlardan bir yerdə işləyib, amma o qrupda cəmi bir nəfər işləyir. Müəllim bu şagirdlə bağlı nə etsin? Belə bir sualımız düşübdür və bu sualdan bağlı düzgün cavabını tapmaq tələb olunub.